Burada artıq şəbəkə dərsliyi başlayır. Yəni 4 dənə slayddır. Bundan sonra artıq çatdırsam sabaha siz aktiv direktorun içərisində əgər öz sistemimi qura bilməsəm deyəndə vaxt çatmasa, şəkillərlə bunu sizə izah edəcəm. Ondan əlavə də yəni bu 4 dənə dərsdən sonra artıq mənim troubleshootingim bitir. Yəni kompüterdə bu demək deyil ki, siz bunları biləndən sonra kompüterdə problem qurtardı. Yox. Məsəl üçün dünən mənim kompüterimdə bir dənə problem var idi ki, mən həyatımda birinci səfərdə elə bir şey gördüm. Və bir də həmişə araşdırmağınız olsun. Misal üçün kompüterdə hər hansı bir problem ya. Misal üçün məndə telefonda IT qrupu var. Bir 500-600 nəfər adam var. Qızlı, oğlanlı, yəni işçilər və yaxud işçi olmayanlar, IT-yə maraq olanlar və ya kömək istəyənlər, kömək verənlər. Baxıram ki, hər xırda şeyi yazırlar qrupa. O gün bir dənə xanım yazıb ki, mənim kompüterim suya düşdü əlimdən. Mən onu düyün içinə qoysam nətər olar? Yəni baxıram, siz nətər? Mən həqiqətən də gülməli gəlir ki, birinci kompüter əlindən nəsə suyun içinə sala bilərsən. Bu telefon deyil. Deyim ki, bilmədən əlin dəydi, misal üçün də bu düşdü suyun. Maksimum sən kompüterin üstünə su tökə bilərsən. Bu suyun içinə sən dənizləmə oturursan, nağarırsan, yəni sən kompüter əlindən suya nətər düşə bilər. Nəsə burasını keçdim. Nə nətərsə düşübdü da indi. Uşaqdır, qucağına alıb qaçıb hoppanıb vannanın içinə bunlar ola bilər. Mənə deyir ki, yazıb ki, qrupa düyünün içinə qoysam bu düzələrmi? Ümumiyyətlə kompüter elə bir şeydir ki, kompüter işlək vəziyyətdə deyilsə, kompüteri suya salın, çıxardın. Kompüterdə heç bir problem yoxdur. Siz onu xodlamayana qədər, siz onu işə salmayana qədər. Kompüter elə bir qurğudur ki, onun içərisindəki bütün suları siz kənarlaşdırdıqdan sonra söhbət içindəki suyu alıb qırağa tökməkdən getmir, qurulamaqdan gedir. Bunun üçün əlavə olaraq hava üfürənlər var. Bir dəqiqə. Bundan ötürü əlavə qurğular var. Bunlar yəni Kitayda da satılır, Trendyolda, Türkiyədə də satılır. Kompüterin tozunu almaq üçün və ya kompüterin içinə su düşdüsə, məsəl üçün o suları vurub çıxartmaq üçün hava basıncı çox olan, belə deyim, gidravlik alətləri var, hansı ki hava üfürürlər. Fenin adi sat feni yoxdur. Sat feninin daha güclü versiyasıdır ki, havanı çox üfürürlər. Atmosfer onun içində çoxdur, təzyiq çoxdur. Sadəcə onunla alıb quruluyun. Kompüter saldı suya lap ki, deyək ki, o xanım kimi və yaxud kompüterinizdə əlinizdən su töküldü, fərqi yoxdur, klaviaturası olsun və ya plataya olsun, telefona olsun. Yəni su düşdüsə, ilk olaraq kompüteri toka taxmamalısınız. Heç olmasa quruladıqdan sonra belə siz bir həftə gözləməlisiniz. Quruladıqdan sonra bir həftə gözləməlisiniz. Və yaxud deyək ki, kompüterdə əlinizdən su elə formada düşdü ki, plataya yox, plataya tökülmədi. Kompüterin hansı portlarına töküldü su. Yəni port nədən söhbət gedir? Bax bunlardan deyə su düşdü. Telefonunuzun zaryadka yeri var ya, aşağıda hansı ki zaryadkaya taxırsınız. Zaryadka yerinə su düşdü, nauşnik yerinə su düşdü. İlk öncəliklə yadınızda saxlayın. Bayaq da dediyim kimi. Bunu qurulamalısınız. Telefonu ümumiyyətlə su düşən cihazı söndürməlisiniz. Niyə? Çünki su elektrik keçirici bir maddədir. Yəni suyun elektrik keçiriciliyi var. Siz avtomatik olaraq kompüterdə, telefonda bunları elektrik verdiyiniz zaman o su yayılıb axı platanın üstündə, məsəl üçün anakartın üstündə. O başlayır bütün anakartın üstündə olan cihazlara əlavə tok ötürməyə. Yəni bir-birlərini vururlar, sıradan çıxardılar. Bu onu yandırır, o bunu yandırır. Ona görə əlinizdəki cihazı birincisi söndürün. İkinci olaraq quruluyun. Yəni kompüterə su töküldü. Ümumiyyətlə çıxardın, qoyun qırağa hava üfürənləmi, yəni fenləmi başlayın üfürməyə. Qoy içindəki su tam olaraq çəkilsin. Və heç olmasa bir 3 gün, 4 gün ağzı üstə saxlayın ki, yəni əgər içində nə isə varsa belə, o buxarlansın da, belə deyim. Buxarlanmaq deyəndə onsuz da su elədi ki, yəni su soyuq olsa belə, nə olsa belə su avtomatik olaraq buxarlanır. Siz gördünüz, bunu görmədiniz. Məsəl üçün bir stəkan su, primel çəkin. Bir stəkan suyu qışda belə gətirin, aparın bir dənə açıqlıq yerə qoyun, 3 ay saxlayın onu orada. Yəni ona görəsi ki, buxarlandı getdi. Yəni bunun havaya dəxlisi yoxdur. Hava isti oldu, soyuq oldu. İstidə daha tez buxarlanır. Yəni kompüter cihazında həmçinin ağzı üstə qoyursunuz, gözləyirsiniz ki, o buxarlansın. Yəni o su ondan tamamilə çəkilsin. Ondan sonra yenə normal qaydada taxın, görəsiniz ki, işləyir. Məsəl üçün məndə telefon bir dəfə suya düşmüşdü. Daha doğrusu suya düşməmişdi. Mən telefonu özümlə suya aparmışdım. Dənizdə olan vaxtı. Uşağın atası bir dənə uşaq var idi, sağ olsun. Uşağı qaldırdı, çırpdı suyun içinə, telefonum düşdü mənim suyun içinə. Telefon zaryadka yerini su tutmuşdu. Nəsə apardım evə getdim, quruladım. Telefonu taxmışam zaryadkaya, gördüm ki, telefon işləmir. Zaryadka yığmır.
Götürür, buraxır, götürür, buraxır. Amma bunun suyunu qurulamışam. Amma suda problem yoxdur. İçində su qalmayıb. Dəniz duzlu olur da bilirsiniz. Dəniz duzlu olur. Telefonun zaryadka yerini pas tuturdu ki, başlayırdı paslanmağa. Mən nə etdim? Spirt. Spirt tez buxarlanan bir şeydir. Ki hansı ki spirti tökdünüz, misal üçün spirt uçur gedir də. Yəni bu elədir ki, yüngül bir şeydir spirt. Uçur gedir. Başladım spirtlə bir balaca 3 damcı, 4 damcı telefon həmən o zaryadka yerinə spirt tökdüm. Əlimlə sıxdım, gözlədim o spirt onun içindəki pası əritsin deyə. Daha sonra normal olaraq getdim bir dənə pambıqla, salfetka ilə quruladım. Bir dəfə də zajqalka ilə altını elə belə keçirtdim isitmək məqsədindən ki, içində heç nə qalmasın da. Yəni o spirtin nə isə qalıbsa belə şeyi, yəni qalmasın. Yəni ondan sonra normal işlədi. Nəsə bu söhbəti mən niyə elədim, onu da yadımdan çıxartdım. Nəsə, deməli, internet yoxdur, şəbəkə görünmür, driver yoxdur və ya şəbəkə kartı problemi var. Bu sizin qarşılaşa biləcəyiniz ən çox rast gəlinən problemdir. Yəni mən MDB-də 2 ay işləmişəm. MDB-də 2 ayda kompüterdə şəbəkə problemindən başqa bir problem görməmişəm. Ən çox da problem yaradan bir şey şəbəkə printerləri. Printer, yazıcılar. Şəbəkə çalışmırsa problemin nədə olmasını aşkar etmək lazımdır. Wi-Fi driver görünmür, masaüstü interneti çalışmır. Wi-Fi driverinə masaüstü internet nədir? Yəni LAN kabel interneti nədir? Baxın, burada ekranda görürsünüz. 2 dənə LAN kabelləri görürsünüz da ki, hansı ki kompüterin Etherport slotlarına taxılır. Yəni bu kompüterə kabellə internet vermək üçündür. Wi-Fi yox, kabellə. Tövsiyə olunan hansıdır? Kabeldir. Çünki kabeldə artıq sürətli qırılma olmur. Wi-Fi bilirsiniz ki, şuadır da. Yəni zərərlilik baxımından demirəm. Ümumiyyətlə şuadır, bulut formasındadır və bu dağılır. Amma kabeldə itki olmur. Kabellə birbaşa internet gəlir, girir sizin cihaza. Burada ortada heç bir itki olmur. Kabeli taxırsınız, kompüteriniz misal üçün kabeli taxırsınız, interneti görmür. Baxın, burada internet üzərində görmür. Və yaxud ümumiyyətlə Wi-Fi görünmür. Baxın, məndə görürsünüz burada Wi-Fi qoşulub. Ailə TV. Amma bu misal üçün görünmür da artıq. Ha, qışqırma, mən seçirəm. Və burada görünmür də, yəni Wi-Fi. Bu driver yoxdur. Nəyə görə? Driver olmayanda da artıq içindəki Wi-Fi qurğusunu tanıya bilmir bu. Siz ilk öncəliklə hər kompüterin, belə deyim, özünün arxasında model kodu olur. Hər kompüterin özünün modelinin kodu olur və öz saytında içindəki bütün qurğuların driverləri olur. Baxın, mən hal-hazırda misal üçün Lenovo notebookunu istifadə edirəm. Deyək ki, kompüterin arxasına baxdınız, bilmədiniz ki, sizin kompüterinizin modeli nədir? Hər notebookun arxasında var o, fərqi yox. Hər notebookun, söhbət notebookdan gedir. Personallarda bu tip problemlər olmur, demək olar ki. Çünki personallarda bunun özü artıq belə deyim, öz içində gələn bir qurğu olur. Düzdür, bunu dəyişə bilirsiniz. Amma öz içində gələn olduğu üçün kompüter bunu tanıyır. Bu personallarda rast gəlinən problem deyil, notebookdan çox rast gəlinir. Notebookun arxasını fırladınız, baxdınız ki, misal üçün Lenovo-nun hansısa firması və yaxud HP-nin və yaxud Acer-in hansısa firmasıdır, model nömrəsi var. Laf fırlamadan hardan baxa bilərsiniz? Bu klaviaturada Windows və R hərfi var, R. Windows-dan R-ə basırsınız, aşağıda run hissəsi açılır. Baxın, bura yazırsınız MS Info 32. Bunu zəhmət olmasa qeyd eləyin özünüzdə dəftərdə. Windows R basırsınız, run hissəsi açılır. Run hissəsinə MS Info 32 yazırsınız. MS Info 32-yə girəndə burada sizin kompüterinizin bütün hər şeyi məlumatları burada görünür. Yəni bütün məlumatlar bu hissədə görünür. Baxın, hansı əməliyyat sistemini işlədirsiniz? Məsəl üçün kompüterinizin adı nədir? Sistem nömrəsi nədir? Sistem modeli nədir? Sistem SKU yazılır və burası SKU. Baxın, bu artıq sizin kompüterinizin model nömrəsidir. Baxın, məndə misal üçün Lenovo, bu ortadakılar heç. Lenovo IdeaPad'dir. Misal üçün V15C3 AIP. Baxın, bu artıq mənim kompüterimin model nömrəsidir. Mən bu deyək ki, bu kompüterdə Wi-Fi işləmir. Kabellə qoşuram işləyir, Wi-Fi işləmir. Wi-Fi driverim yoxdur. Nə etməliyəm? Kabeli taxdım kompüterə. Artıq kompüterimin kabellə interneti var. Girirsiniz internetə. İnternetə girib həmin kompüterinizin modelinə uyğun olaraq bir dəqiqə, Lenovo IdeaPad V15C3 IAP drivers. Baxın, məndə görürsünüz MS Info 32-də nə yazılmışdı? Lenovo IdeaPad V15C3 IAP.
Həmən şeyi bura axtarış eləyirsiniz və ya arxasına driver yazırsınız ki, sizi rəsmi səhifəsində bilsin ki, hara aparmalıdır. Girirsiniz bu sayta. Baxın notebook. Da, misal üçün Lenovo-nun öz saytıdır. Bu da mənim notebookumdur. Yəni bu saytlar fərqli ola bilər də. Yəni Lenovo indi mən işlədirəm. Ola bilər siz HP işlədirsiniz, Acer işlədirsiniz. Sayta girəndən sonra burada driverləri avtomatik olaraq siz görürsüz. Bu avtomatik driverlər olur. Avtomatdan manuelə keçirirsiniz ki, misal üçün mən avtomatik yox, manuel driverlər yükləmək istəyirəm də. Yəni sizə hər hansı bir avtomatik bunu qoşmamalısınız. Misal üçün baxın burada yazdım. Avtomatik update və yaxud manuel update. Update-in özü də bilirsiniz ki, yəni yenilənmə deməkdir. Mən manueli seçirəm. Məndə hansı driver çatışmırdı? Network. Yəni deyək mənim Wi-Fi-im işləmir, kabelim işləyir. LAN, Ethernet-im işləyir, amma Wi-Fi-im işləmir. Girirsiniz Wi-Fi-nin üzərinə, ən axırıncı tarixdə hansı buraxılıbdısa, həmin o driveri yüklüyürsünüz. Ən axırıncı tarixdə buraxılanı. Məsəl üçün məndə ən axırıncı ha vaxt buraxılıbdı bu content driveri 2022-ci ilin iyulun 1-də. Məsəl üçün bunu yüklüyürsünüz normal olaraq, yəni setupdır da, adi çətin bir şey yoxdur. Bunu yüklüyürsünüz, ondan sonra stanovka eləyirsiniz buradan adi setup formasında. Ondan sonra görəsiniz ki, sizin kompüterdə artıq o Wi-Fi driveri yüklü olduğu üçün Wi-Fi də gəlib o hissəyə düşür. Nə qədər astın ha. Wi-Fi ora düşür. Yəni bir həmişə yoxlamalı olduğunuz hansı qurğu işləmirsə, birinci onun driverlərini yoxlayın. Yəni klaviatura mışqadan getmir söhbət. Söhbət gedir internetdən, bir də printerlərin öz driverləri olur. Onları da indi keçid eləyəcəm. Şəbəkədə problem yarananda driver problemini həll elədik. Driveri bildik ki, nətər yükləmək lazımdır. Ondan sonra bu Ethernet kabellər ki var, bu Ethernet kabellərin özünü, yəni bu formada hazırda ala bilərsiniz və yaxud da uzun məsafəyə bir kabel çəkmək istəyirsiniz. Çəkmək istədiyiniz məsafə deyək bir 50-60 metrdir. Siz bilirsiniz də bunlar kat kabellər sayılır. İndi orada burada da keçid eləyəcəm, ümumiyyətcə göstərirəm. Bunlar Ethernet kabellərdir. Bunların növləri var. Kat 3, Kat 4, Kat 5, Kat 6, Kat 7, Kat 8. Kat 7 ilə Kat 8 hal-hazırda o qədər də çox istifadə olunmur. Yəni bizim ölkədə, yəni görməmişəm. Hal-hazırda bizdən çox istifadə olunan Kat 6-dır. Çünki bizim internetimizin sürəti xaricdəki kimi deyil. Biz neçəsə megabit, neçəsə 1000 megabit saniyə almırıq. Bizdə maksimum internetin sürəti 250 megabit saniyədir. Bu kabellərin özünün vurulmaq qaydası var ki, bu kabellərə bu başlıq necə vurulur? Baxın, o da bu hissədədir. Bunu mən sizə praktik olaraq da göstərəcəm inşallah. Deməli, bu başlıq ki görürsünüz, bu kabelin başında, bu baş hissəsində olur. Buna deyirlər jack. Bunun adı adlanır jack. Bax, bunu qeyd edin. Bununla da bağlı sual salacağam. Sonra demin ki, bax, bayaqki kimi qrupda demin ki, mən bununla bağlı dərs keçməmişəm. Bu başlığın adı jack sayılır. Ümumiyyətlə, başlıqların adı jackdir. Bu başlığın adı sırf internet üçün olan bu başlıqların adı RJ45 sayılır. RJ45. RJ45 jack. Yəni budur. RJ45 jack internetdə də yazanda görəsiniz ki, ancaq bunlar çıxır. Bunlar qıraqdan satılır. Bunların elə baha qiyməti olmur. 10-20 qəpik filandır. Bu kat kabellər ki var, sizə dedim. Bizdə dəqiqə kat kabelləri mən axtarışa verim, siz də görün. Bunlar adi internet kabelləridir. Görürsünüz, bu formada adi internet kabelləridir. Bunların içindən rənglərlə mislər çıxır. İndi onların rəng sxemasını da sizə göstərəcəm ki, yəni rənglər nə formada olmalıdır ki, sizin internetdə alış-veriş olsun, internetiniz olsun. Yəni mən elə bu kabeli alım, rənglər nətər oldu, tağım bu CK işləsin. Elə söhbət yoxdur. Bunların özünün kateqoriyası var. Hansı rənglər hansı sıra ilə olmalıdır. Misal üçün cekiniz var, bir əlinizdə də deyək 50-60 metr, 60 metr deyək bir dənə də kat kabeliniz var. İlk öncəliklə bilməlisiniz ki, iki dənə variant var. Kabellərin vurulmağında rənglərin iki variantı var. Var 568A, var 568B. Hal-hazırda ən çox Azərbaycanda istifadə olunan nədir? İndi xaricə getməmişəm, deyənmərəm orada nə cür istifadə edirlər. Azərbaycanda hal-hazırda bütün belə deyim, nə qədər ki IT işnik var, hamısı sırf bununla vurur. Rənglərin sıralaması bu cür olur. 568B ilə. Bu kabelləri görürsünüz. Kat6 kabelləri. Kat6 kabellərinin vurulmasında indi inşallah praktikada da göstərəcəm. Bunun içindən 8 dənə kabel çıxır. Nəzik 8 dənə kabel çıxır və bu kabellərin içindən rəngli kabelin içindən mislər gedir. Hansı ki o mislərin vasitəsilə internetlər ötürülür, internet ötürülür. Bunların rəng sıralaması var. Burada da görürsünüz rənglərini. Ağ sarı var, sarı var. Ağ göy var, göy var. Ağ yaşıl var, yaşıl var. Ağ kare sinifi var, kare sinifi var. Yəni
Bizim dildə nə idi bunun açıqlaması? Yadımdan da çıxdı. Nəysə. Bax bunları da aşağıda da 2 dənə rəng variantını görürsüz. Azərbaycanda dediyim kimi ən çox istifadə olunan 568B-dir. Baxır rəng sxemlərinə nətər olmalıdır. Siz ümumiyyətlə kabelə baxanda da iki tərəfin də görünüşü də eyni olmalıdır. Yəni bir tərəfini belə vurum kabelin, bir tərəfini A ilə vurum, bir tərəfini B ilə vurum, yenə məlumat olmur. Yenə internet olmur. Bunun iki tərəfi də eyni cür olmalıdır. Bax misal üçün B-də. B-də nə göstərirdi? Birinci taxılmalıdır. Yəni bu RJ45-in birinci hissə, bunların boşluqları vardı. Yəni çox balaca bu kabellərin keçə biləcəyi formada boşluqlar olur. Yuvalar olur, belə deyim. Həmin o yuvada birinci taxılmalıdır ağ sarı. Baxın burada rəngdə də görsənir. Baxın bu hal-hazırda B ilə vurulmuş kabeldir. B kateqoriyalı rənglənmədir. Ağ, sarı, sarı. Baxın burada da göstərir. Sonra gəlir ağ, yaşıl, göy. Yəni ağlarla bunların rəngi fərqlidir. Görürsüz ortasında cızıq var. Yəni palasa var. Bunlarla görürsüz. Birinci vurulur ağ, sarı, sarı, sonra ağ, yaşıl, göy, ağ, göy, yaşıl, ağ, qarışnıvi, qarışnıvi. Yəni bunların vurulma standartları budur. Bunlardan hər hansı bir dənəsindən yerindən çıxsa, məsəl üçün burada görürsüz bu başlıqdan keçib artıq uzanıbdır. Bunlar kəsilir. Bunlar bu formada qalmır. Yəni kat kabellərin başı bu formada heç vaxt çölə çıxmır. Bunlar kəsilir, dibdən kəsilir. Bunun üçün özlərinin qayçısı var. Baxın, burada da onun şəklini qoymuşam. Bu qayçı artıq qalan kabeli kəsir. Baxın, bu hissəsini kəsir. Bunun başlıqları açıq dəmir formasında, görünən formada qızıl rəngdə yerləşirlər. Siz bunları yerləşdirdiniz. Elə ola bilər ki, hansısa bir rəng çıxdı arxaya. Məsəl üçün, bunun içərisində hansısa bir rəng deyək, məsəl üçün göy. Göy yerindən tərpəndi. Biraz yaxşımı taxmadınız və yaxud sonradan kimsə istifadə eləyəndə əlimi dəydi, çıxdı. Nətərsə, yəni bu zədələndi də deyək. Bu göy bunun içindən çıxdı, yenə məlumat olmur. Yəni bir dənə kabelin bunun içərisindən çıxmağından artıq internet olmur. Yəni biri var zəif olur, biri var yerinlə olmuyor. Bunda yerinlə olmur. Yəni bir dənə rəngin bunun yerindən oynamağından. Bunu nətər yoxlamaq olar? Misal üçün baxırsınız, bu da elədir ki, bu qayçı ilə siz bu ceki kabeli sıxırsınız. Artıq siz bu kabelin bu hissəsini kəsməsəniz, bu ceki buradan çıxardanmazsınız. Yəni misal üçün bura cek vurdunuz, kəlbətindən sıxdınız. Bəyənmədiniz də, dediniz ki, baxdınız ki, bir dənə rəngi səhv taxıbsınız. Yəni bunu buradan çıxardanmazsınız. Bu bura qayçı ilə sıxılır. Bundan ötürü siz bu kabeli artıq buradan kəsməlisiniz, yenə soymalısınız. Yenə rəngləri bu formada arxa-arxaya yığıb ceki o formada yerləşdirməlisiniz. Və bunları da yoxlamaq üçün bu formada testerlər olur. Adil bəydə misal üçün MDB vaxtı mən əlimdə testerlə bunları siqnallısı olur. Bir də və yaxud bu formada olur. Head to head deyirlər də buna başdan başa. Bir hissəsi kabelin bir ucu taxılır buna, bir ucu taxılır digər hissəsinə. Bunun üstündə də görürsüz 8 dənə rəqəm var. Bu 8 dənə rəqəm nəyi göstərir? Bax bu içindəki 8 dənə kabeli göstərir. Misal üçün birinci kabelin başlığına baxırsınız, buradan 8 dənə siqnal çıxır. Bunların hamısı yaşıl yana-yana sıralı formada gedir. Misal üçün bir yaşıl yanır, 2 yanır, 3, 4, 5, 6, 7, 8. Gördünüz ki, 1-dən 8-ə kimi hamısı yaşıl yandı. Deməli bu başlıqda problem yoxdur. Taxırsınız ikinci başlığı, ikinci hissəyə. Bunların ikisi də eyni anda aparata taxılı olmalıdır. Bu qurğuya taxılı olmalıdır. Burada baxırsınız ki, 1, 2, 3, 4, 4-ün rəngi işığı yanmır. 4-dən birbaşa keçir 5-ə. 1 yanır, 2 yanır, 3 yanır, 4-ün yaşılı yanmır, 5, 6, 7, 8 gedir. Deməli ki, burada 4-də boşluq var. 4 yerindən oynayır. Kabeli kəsməlisiniz, yenidən başlığını, cekini vurub salmalısınız yola. Ondan sonra roterdə yarana biləcək problemlər. Həmən şey roter üçün də keçərlidir. Vaxt da azalır. İndi bir dənə də yayın açacağam, sırf printeri orada da başa salacağam. 5 dəqiqəlik bir şeydir. Ondan sonra bitəcək dərsimiz. Roterlərin yəqin ki, hamınızda roterdə ümumiyyətlə evdə istifadə elədiyiniz modemdir. Ümumiyyətlə modem deyə bir anlayış yoxdur. Modem deyə bir şey yoxdur. Modemin adı roterdir. Roterin açılışı nədir? Baxın, bunu da imtahana salacağam. Bunu da qeyd edin. Roterin açılışı yönləndirmə deməkdir. Root nədir? Baxın, bu 4 hissə root yönləndirmədir. Roter yönləndiricidir artıq. R şəkilçisi varsa qrammatik olaraq bu artıq bir belə deyim, türklər demiş, məslək bildirir. Yəni bir rol bildirir. Roter, yəni yönləndirici. Roterdə yaranan problemlər olar ki, misal üçün WAN kabeli taxıbsınız, LAN-dan da öz kompüterinizə çıxış veribsiniz.
Misal üçün, amma kompüterdə internet işləmir. Portu dəyişin. Ən sadə üsul. Portu dəyişin. Əgər kabellik bir probleminiz yoxdursa, kabeli testerdən yoxlayırsınız, işləyir. Baxın artıq burada portu dəyişin. Çünki portdan başqa bir problem artıq burada ola bilməz. Bir dənə yayını dayandırım, mən yenidən davamını eləyək. Axşamınız xeyir olsun. ISP, ISP İngilis sözüdür. İnternet servis provider demək.
Qoy səsim atım. Hə, burada səsim batırmışam, şimdi açdım. ISP dediyimiz kimi ingilis sözdür və bu qlobal bir termindir. Yəni bunu heç kim sizdən Azərbaycanca soruşmayacaq. Ümumiyyətlə dediyim kimi Azərbaycana internet dəniz vasitəsilə Rusiyadan gəlir Delta Telekoma və Azərbaycanda provayderlər yaranır. KTV, Ailə TV, Aztelekom, Saz, Citynet və yaxud digər bilmədiyim, adını bilmədiyim provayderlər. Delta Telekom hərəsi üçün ayrıca bir internet paylayır. Misal üçün belə deyim də, adi bir bazar sistemini götürək. Bax, ən sadə bazar sistemindən sizə misal çəkim, siz biləsiniz. Mən bazardan topdandan gedirəm deyək meyvə alıram. Ki, həmən meyvədən misal üçün Azərbaycanda yoxdur. Həmən meyvəni topdandan alıram, gətirirəm, topdan qiymətinə məndə satıram. Bölüşdürürəm bunu mağazalara. Misal üçün Bravosu gəlir, Bravoya misal üçün da 50 qəpikdən kilosunu verirəm, gedir. Bazar Store gəlir, bazara 50-dən verirəm, gedir. Nəm Arazı gəlir, Araza verirəm. Obaya gəlir, Obaya verirəm. Yəni bunların hamısına kilosunu 50 qəpikdən verdinizmi? Bundan sonra o satdığımız ki, hansı ki mağazalar var, bunları da misal üçün bizim provayderlər. Provayderlər də bunların üzərinə öz qiymətlərini qoyub sizə təqdim eləyirlər. Misal üçün sizə internet 250 megabit sürəti misal üçün 35 manata verir. Bunu artıq provayder belə deyim, özü qayda qanununa əsasən yaradır. Yəni kimsə qıraqdan həmən provayderi demir ki, sən internetin qiymətini belə qoymalısan. Yəni provayder özü təyin eləyir ki, mənim internetimin qiyməti 250, internetimin qiyməti 35 manatdır. Eləsi var kampaniya eləyir, aşağı salır, deyir 30 manat verir. Eləsi var yuxarı qaldırır, deyir mənim internetim yaxşıdır, heç bir problem yaranmayacaq, 40 manat ver, hər şey yaxşıdır. Yəni Deltaya gəlir. Delta bölür bunu provayderlərə. Provayderlərin özünün də hər şəhərdə, misal üçün hansı ki həmən provayder var o şəhərdə və yaxud da rayonda, bunların özünün filialları olur və filiallarının da arxasında bir dənə server dayanır. Hansı ki o server, belə deyim, Rəsul bəy də özü də bilir. Yəni bunun artıq Rəsul bəy içindədir. Həmin bu işin içindədir. Və o serverlər vasitəsindən, yəni o serverlərdə elə belə server olmur ha. Onlar üçün bərk pul lazım olur. Yəni söhbət milyonlardan gedir artıq demək olar ki, yəni siz şəhəri formasında şəhərə internet vermək istəyirsinizsə, artıq burada milyonlardan söhbət gedir. Və onların arxasında neçə yüz minlik serverlər olur ki, interneti kimə hansı misal üçün territoriyaya belə deyim, regiona nə qədər paylayacaqsa və orada serverdə onu misal üçün düzəliş eləyirlər. Misal üçün Gəncədə qalırıq da hamımız yəqin ki. Misal Abbas Səhət territoriyasına bu qədər sürət getməlidir. Falan territoriyaya, posyolkaya bu qədər getməlidir. Qlavniyə bu qədər getməlidir. Yəni bunlar bu formada bölünürlər. Onların hamısı da switchlər vasitəsindən olur. Yəni Rəsul bəy şəbəkə dərsində switchdir, routerdir, hubdır, ondan sonra firewalldur. Yəni bunlar haqqında sizə geniş məlumat verəcək. Onlar biraz artıq daha dəqiq baxmalı olduğunuz dərslərdir. Yəni məndəki kimi yola verməli dərslər olmayacaq da, sonra qrupda yazasınız ki, siz o dərsi bizə keçmişdiniz. Yəni elə bir söhbət artıq olmayacaq. Switchlərə bölünür internetlər. Switchlərdən də artıq bölünür insanlara. Daha doğrusu binalara və yaxud məhəllə evlərində transformatorların böyründə olur əksəriyyəti də. Orada bir korobka olur. Həmən o korobka da dedim şkaf olur da, özlərinin şkafı olur. O şkafın içində özlərinin switchi yerləşir, optik switchlər. Baxın belə LAN kabeldən istifadə eləmirlər. Sürət qırılır çünki. Bu LAN kabellərin özünün xüsusiyyətləri var. Bu 100 metrdən artıq internet ötürə bilmir. Yəni ya 100 metrdən bir dənə switch atmalısınız, bunu yeniləməlisiniz. Ya da ki optik kabel var. Optik kabel haqqında da Rəsul bəy məlumat verəcək. Artıq bu biraz optik kabeldə şəbəkə üçündür. Amma artıq optik kabellə kilometrlərlə internet paylana bilir. Çünki optik kabelin içərisində bundakı kimi mislər getmir. Baxın bu formada mis borular getmir. Optik kabelin içində şüşədir. İnternet işıq vasitəsindən gedir optik kabeldə. Şüşələr var, xırda şüşələr var. O şüşələrin vasitəsindən lazerlə gedir internet, işıqla. Yəni optik kabelin misal üçün vurulma qaydasını internetdə baxa bilərsiniz ki, internet lazer vasitəsindən gedir. Və bu optik kabellər gəlir hansı ki, misal üçün İzlandiyada yaşayanlar üçün deyirəm, blokdakı həmin o korobkaya, o korobkanın içərisində də switch var. Optiki alır, LAN-la paylayır. Yəni Ethernetlə, bu kabellə, katla paylayır da. Optik gəlir, girir həmin o switchə,
Switch-dən də İzlandiyadakı evlər üçün artıq LAN kabellər atılır, Ethernet kabellər atılır. Yəni optik atılanda var, optik biraz bahalı kabel olduğu üçün hər yerdə ondan istifadə olunmur. Hal-hazırda bir dənə optik kabel istifadə edən provider mən bildiyim qədərilə Aztelekomdur. Yerdə qalan hamının evinə gələn internet, yəni optikin vasitəsilə gəlir. Daha doğrusu katın vasitəsilə gəlir. İndi Nərmin xanım deyir ki, routerlə modemi dedi ki, modemdən router hansısa modemdən interneti alıb paylamır. Routerdə ümumiyyətcə modemdir. Modem sadəcə bizim dediyimiz bir şeydir. Modem sözü qıraqda yoxdur. Siz nə Rusiyaya getsəz modem sözünü deməyəsiz, siz nə İngiltərəyə getsəz modem sözünü. Modem Azərbaycanlıların sadəcə belə deyim də, yaratmış olduğu bir termindir. Modem qlobal bir termin deyil. Router qlobal bir termindir. Yəni hər şey onsuz da routerdən asılıdır. Router vasitəsilə oradan internet yönləndirilir. Baş router hardadır? Baş router Deltadadır. Hansı ki Azərbaycana bütün interneti o paylayır. Routerin özü başdır, router Deltadadır. Deltadan bölünür providerlərə. Providerlərin artıq özlərinin routeri olmur. Yəni routerlər əslində işləmə prinsipi routerdir. Amma bunun başlanğıcı var da ki, əsas router saya biləcəyimiz başlanğıc artıq Deltadır. Ki Deltaya internet gəlir, Delta artıq routluyur bunu, yönləndirir. Providerlərə yönləndirir. Sağ bu qədər, sağ bu qədər, sağ bu qədər bu formada yönləndirilir. Router yəni əsas baş providerlərdə olur. Oradan gəlir providerlərə, providerlər switchlərlə, serverlərlə bu interneti artıq başlayırlar bölüşdürməyə. Yəqin ki, Nərmin xanım başa düşdünüz. Biraz gəlizdir. Rekord açıqdır, bəli. Biraz qəliz məsələdir bu. Yəni əslində elə bir çətinlik yoxdur. Yəni şəbəkə dərsində bunları artıq tam mənada başa düşəsiniz ki, yəni switch nədir, internet necə paylanılır, internetin məsafəsi necə uzadılır, nə ilə uzadılır. Bəli? Nərmin xanım dərsdədir. Nərmin xanım yox, Nərmin xanım yox, Çınar xanım. Hə, üzrlü sayın. Bayaq da Nərmin xanım deyirəm. Nərmin xanım qrupa nəsə yazmışdı, nağarmışdı. Bayaqdan fikrim qalıb orada. Hə, Çınar xanım, üzrlü sayın. Bayaqdan sizə də Nərmin xanım deyirəm. Nəsə, bunu da yəqin ki, başa düşdünüz. Routerdə yaranacaq problemləri yəni həll eləmək üçün. Routerdə red-grid problemi yaranır. Yəni burada elə böyük bir problem yaranmır. Ondan sonra keçək printer problemlərinə ki, hansı ki bu printer problemləri, yəni MDB-də məni ən çox yoran problemlərdən biridir. Printerdə hansı problemlər əmələ gəlir? Baxın, ekrandakıları oxuyaq, sonra bunları izah edeyim. Ofis və yaxud böyük şirkətlərdə ən çox rastlanan problemlərdən biri də printer problemidir. Bu problem əsasən şəbəkə yönümlü olur. Birdən çox eyni anda sorğunun alınması, printerin şəbəkəni tanımaması və yaxud kompüterin printeri görməməsi. Bunun davamı, hər şirkətin özünə məxsus şəbəkə administratorları olur. Və printerlərin şəbəkəni görməməsi və yaxud kabel taxdığınız halda, baxın, söhbət gedir bu kabeldən. Kabel taxdığınız halda, əgər printer IP ünvan ala bilmirsə, şəbəkəni tanıya bilmirsə, bu artıq şəbəkə inzibatçısına qalan bir işdir. Niyə görə? Normalda, misal üçün, sizin evinizdəki modemlərdən belə deyim, router yox, modem deyim də artıq. Modemlərdən çıxış bir dənə hər hansı bir cihaza çıxış verin, internet işləyir. Niyə görə? Çünki bu artıq sizin öz əlinizdə olan konfiqurasiyadır. Özünüzün evdə modeminiz var və siz ürəyiniz istəyən portu açıb bağlaya bilərsiniz. Bunu şəbəkə dərsində öyrənəsiniz. Ürəyiniz istəyən portu açıb bağlaya bilərsiniz ki, nə olsun ki, mən sənə kabel taxmışam. Mən istəmirəm ki, sənin internetin olsun. Bundan ötürü artıq şəbəkə inzibatçıları printerin MAC adresini götürür, fiziki adresini. Fiziki adres də bilirsiniz də nədir? Keçən səfər qrupa atmışdım. Hər cihazın internetə bağlana bilən hər cihazın özünün fiziki adresi olur. Yəni MAC adres. MAC adres də şəbəkəni, cihazı tanımaq üçündür. Şəbəkə axtarır ki, misal üçün belə bir cihaz var. Bunun MAC adresi budur. Mən buna bir dənə IP verməliyəm. IP-lərin özü də iki yerə bölünür. Statik və dinamik olmaqla. Onlar da şəbəkə dərsinə qalır. Prosta indi statik IP barəsində qısaca bir məlumat verim. Misal üçün bir dənə printeriniz var. Bu MAC adresini verdiniz şəbəkə inzibatçısına ki, mənim bir dənə şəbəkə printerim var. İnternetə çıxışı yoxdur amma. Şəbəkə inzibatçısı o MAC adresini götürür. Ona akses verir, portunu açır və beləliklə printerimiz IP alır. Tamam, okeydir. Amma printer IP-ni öz başına almır.
Niyə? Çünki bu artıq problemdir. Printer söndüyü anda IP dəyişir. Söndüyü anda IP dəyişir. Bu da sabahsı gün həmin kompüterlərə problem yaşadır. Hansı ki printeri qoşulmaq istəyirlər. Yəni bir Bilal bəy, dəfə ya üzr istəyirəm. buyurun. Bu IP məsələsində məncə tələsməyək. Nəyə görə? Çünki statik IP ilə dinamik IP-nin özü də iki yerə bölünür. Var lokal IP-lər, var belə deyək də qlobal IP-lər. Yo onu Yəni sənin üçün biz bilirəm. onun üçün çalışdıracaqlar. Yo bildim. Yo prosta indi statikdən söhbət gedir ki, yəni özlərinə məxsus olan Bilmirəm. problemi deyirəm ki, yəni sabahsı gün görsələr ki, printer IP almır, deməsinlər ki, bu mənim problemimdir. Bilsinlər ki, bu problem hardan gəlir? Şəbəkə administratorundan. Məsəl üçün bu işə baxır ki, şəbəkə administratoru. Aydın, aydın, davam edin. Aha, MAC adreslər yollanılır şəbəkə administratoruna. Şəbəkə administratoru MAC adresi öz cihazında, misal üçün Cisco işlədirsə Cisco-dur, TP-Link işlədirsə TP-Link-dir, Fortinet işlədirsə Fortinet-dir. Bu cür şirkətlərin öz cihazları var. Nəsə girir orada tanıdır və internetə çıxış üçün buna bir dənə IP verir. Deyir misal üçün sənin IP-in olacaq 192, 168, 100. Buna statik IP verildimi? Siz ondan sonra kompüterə həmin o quraşdırmaq istədiyiniz printerin driverini yazırsınız. Baxın burada nə yazmışam? Digər giriş-çıxış qurğularından fərqli olaraq üzərində dəyişiklik edə bildiyiniz cihazların öz driverləri olur. Mən sizə nə demişdim? Klaviaturadır, mausedur, mikrofondur, web kameradır. Bunları kompüterə taxanda kompüter bunları avtomatik olaraq driverini yaza bilir. Çünki bunların bir dənə onsuz da belə deyim, yazılımı var, kodu var. Ki sən klaviaturasan, sənə filan şey əmr olunacaq. Yəni sən klaviaturada hər hansı bir dəyişiklik edə bilərsiniz? Xeyr. Onu fərqli proqramlaşdıra bilərsiniz? Xeyr. Yəni klaviatura yazı üçündür. Bunun üzərində dəyişiklik olunmur. Amma printerin üzərində dəyişiklik oluna bilir. Buna görə də printerlərin özünün driverləri olur. Yəni siz bu printeri mən taxım kompüteri, printerin driverini görsün, belə olmur. Görür amma işləmir. Məsəl üçün taxırsınız kompüteri deyir, hə məndə Epson adında misal üçün bir dənə printer var. Burada da Epsonun bir dənə printeri var. Deyir ki, hə məndə Epson adında bir dənə printer var. Amma çap vurusuz getmir. Niyə? Kompüter Epson olduğunu bilir. Amma Epsonun hansı form belə deyim modelidir, onu bilmir. Bundan ötürü bir dəqiqə danışmaqdan boğazım ağrıdı ha. Bundan ötürü siz hər printerin özünün rəsmi səhifələrində driverlər olur. Məsəl üçün, yəqin ki, MDB vaxtda gəlir içəridə fırlanırdısa, belə buna oxşar bir printer görə bilərdiniz. Adil bəy bundan yaxından tanışdı. Adil bəy belə printer görəndə artıq məncə sevinmir. Yəni bu formada Bəli, printerlər olur. Bunların da hamısının özünün driverləri olur. Bax, misal üçün, bizdə MDB-də istifadə olunan bax, bu printerdən var idi. Xerox C415 driveri. Da driveri özüm yazdım. Daha doğrusu Xerox C415. Baxın, belə bir printer idi. Masaüstü printer idi. Bir o qədər böyük deyildi. Yəni sadəcə A4 vura bilirdi kağız olaraq. Bunun öz səhifəsinə girirsiniz, misal üçün. Baxın, yazmışam Xerox C415 driver. Öz səhifəsinə girirsiniz. Öz səhifəsindən artıq siz bunun driverini yüklüyorsunuz. Bax, buradan seçirsiniz hansı versiya. Misal üçün, yükləmək istədiyiniz kompüterin Windows neçədir? 10-dur, 11-dir və ya Mac işlədirsiniz. Yəni Mac-a da yazmaq həqiqətən belə deyim, baş ağrısıdır. Nəysə, Windows üçün olanı seçirsiniz, yüklüyorsunuz. Buradan Apply filter deyirsiniz. Windows 11 üçün olanı gəlir. Buradan Agree Verif'də olan deyirsiniz. Daha sonra girirsiniz, printerin IP-si nədirsə, proqramın içində yazırsınız ki, printerin IP-si budur. Sən bu şəbəkənin üzərində bu printeri tapmalısan. Ondan sonra yüklənir. Yəni printeri görürsüz, printerini çap da verə bilirsiniz. Yəni dediyim kimi, hər printerin özünün driveri olur. Siz bunu girib internetdən yazmadığınız müddətdə bu printeri çap verə bilməyəsiniz. Çünki bu üzərində dəyişiklik oluna bilən bir cihazdır. Və bunun IP-sini siz öz proqramında tanıtmalısınız. Kompüter bunun IP-sini tanıya bilmir. Deyir, hər şəbəkədə belə bir cihaz var, amma mən bunun IP-sini görə bilmirəm. Ya da axtarış verə bilmirəm. Çünki misal üçün kompüterin özü hansı əməliyyat sistemini işlədir? Windows. Windows girib Epsonun beynini görə bilər. Əlbəttə ki, görə bilməz. Çünki ona səlahiyyəti yoxdur. Windows əməliyyat sistemidir. Xerox bir dənə printerdir. Bunun özünün beyni var, Windows'un öz beyni var. Bir-birlərinə müdaxiləyə icazələri yoxdur. Bundan ötürü siz yüklüyorsunuz printerin öz proqramını ki, bu artıq öz printerinə müdaxilə eləyə bilir, öz beyninə girə bilir IP ünvan vasitəsilə ki, mənim hal-hazırda lokal şəbəkəmdə bu ünvanda belə bir printerim var. O şey görür, onun üzərindən artıq siz öz konfiqurasiyalarınızı da eləyə bilirsiniz.
Bundan sonra dediyim kimi artıq şəbəkə ilə bağlı sizə məlumatım bu qədər idi, daha doğrusu troubleshootinglərimiz. Bundan sonra artıq başlamalıdır şəbəkə dərslərimiz. Prosta Rəsul bəyin hal-hazırda işləri ilə bağlı olaraq tam olaraq siz o dərsləri başlaya bilmirik. Buna görə də bundan əlavə hardasa 1 ya 2 dərsimiz alar. Aktiv Directory üzərində istifadəçilər yaratmaqdır. Ondan sonra istifadəçilərin şifrələrini sıfırlamaqdır, elədir. Bunlarla bağlı bir iki dənə dərs keçəcəm. Yəni bununla da ümumiyyətlə bağlı bir sualınız varsa da buyurun verin, çəkinməyin. Baxın sualımız yoxdur deyirsiniz. Sonra girirsiniz imtahanı səhv yazırsınız. Sonra da deyirsiniz ki, Hilal müəllim bizə belə bir dərs keçməyib. Yenə deyirəm, sualınız varsa buyurun verin. Bir də terminləri yadınızda saxlayın. Baxın, bunlar hamısı terminlərdir. WAN termindir, LAN termindir. RJ45 yazmışam bura. Bu kabelin növüdür. Daha doğrusu cek'in növüdür. Kabelin növləri Cat5, Cat6 yazmışam burada. Cat5 və Cat6 hal-hazırda istifadə olunan, ən çox istifadə olunan kabel növləridir. Azərbaycandan gedir söhbət. Yəni bu terminlərin hamısını yazın. ISP nədir? Sabahsı gün baxın prosesor, Central Processing Unit. Halbuki birinci dərslərimizdən biridir ha, yəni prosesor. Bunda səhv eləmişdiniz siz artıq. Bir nəfər başqa bir şey yazmışdı. Nə bilim, siz burada axın nədir, axırı tapa bilməmişdiniz. Düz deyib demirəm, hər insan səhv ola bilər. Mən də mükəmməl deyiləm. Mənim də bilmədiyim sahələr var ki, artıq Rəsul bəyi gözləyirəm ki, Rəsul bəy o dərsə başlasın. Mən özüm də baxıram. Bax, misal üçün bir dəqiqə sizə burada bir şey göstərdim. Kanal hara getdi bu? Baxın, Ceremiz IT Lab adında kanal var. Rəsul bəy də bu kanalı bilir. Yəni ingilisdə oturur şəbəkə ilə bağlı dərs keçir. Mən həm onların otururam dərslərinə baxıram, həm öz şəbəkə ilə bağlı dərslərimizə otururam, baxıram. Yəni burada baxdığımı göstərmir çünki Azərtechin kanalındayam. Yəni belə şeylər var ki, yəni mən özüm də hər şeyi mükəmməl bilmirəm. Sadəcə yəni üstündən çox bir müddət keçməyib. Deyim ki, 1-2 il keçib də artıq məlumat yadınızdan çıxıbdı. Nə ki var, yəni bunları hər gün onsuz da şəkil, yəni görürsüz, hər yerə şəkil qoymuşam. Şəkillə yadda saxlamaq da ən gözəl üsuldur. Göz yaddaşı çünki əzbərdən daha yaxşıdır göz yaddaşına. Baxırsınız, bilirsiniz ki, məsəl üçün bu RAM-dır. Bu nədir? Prosesordur. Məsəl üçün bu nədir? Üstündə kulleri var. Bu video kartadır. Bu nədir? Üstündə Ethernet portu var. Bu şəbəkə kartıdır. Yəni bu formada. Kompüterin açılmamağına bir nəfər yazmış ki, kompüterin açılıb sönməyinə misal üçün ki, SATA kabel əriyir. SATA kabel əriyibsə artıq bu demək ki, kompüter yerindən açılmamalıdır. Açılıb sönmək məsələsi yoxdur. Yerindən açılmamalıdır. Sualınız varsa zəhmət olmasa buyurun. Əl qaldırmağa da ehtiyac yoxdur. Yəni burada yaza bilər, əl də qaldıra bilər. Fərqi yoxdur. Sualınız varsa buyurun. Rəsul bəy, sizin hər hansı bir əlavələriniz var? Rəsul bəy buradadırmı? Rəsul bəy yoxdur, çıxıbdır, okey. Ayxan bəy, sizin əlavələriniz var demək istədiyiniz? Yox, hələ ki yoxdur. Çox sağ olun ətraf məlumat üçün. Təşəkkürlər. Oldu. Buyurun. Növbəti dərsdə inşallah görüşənədək hələlik özünüzə yaxşı baxın. Dərsləri də yaxşı oxuyun. Sonra məni borclu çıxartmayın ki, siz mənə belə dərs keçməyibsiniz. Oldu, sağ olun. Gecəniz xeyir.